Salam hörmətli izləyicilərimiz, sizləri salamlayıram Hövsan qəsəbəsindən. Bağlar massivi Antalya Çimərli restoranla üzbəüz gözəl şəxsi tikili bağ evində çıxacaq. Dəyərli izləyicilərimiz, paket kupçadır. Evin və torpağın kupçası var. 9 sotla inşa olunub. Gözəl belə bir bağımız, bağçamız var. Həyətyanı sahəsi. Həyətdə dəyərli izləyicilərimiz olmayan meyvə ağacları yoxdur. Yəni bütün meyvə ağacları var həyətində. Gözəl gül çiçəyi var. Gördüyünüz kimi. Buyurun. Belə bir gözəl meyvə ağaclarımız var, inaqlarımız var. Bütün meyvə ağacları bar gətirir dəyərli izləyicilərimiz. Alma ağacı var, nar ağacı var, əncil ağacı, üzüm ağacı. Hörmətli izləyicilər, belə bir gözəl bağımız çıxıb çatacaq. Hövsanda dediyim kimi Antalya restoranla üzbəüz bağlar massivi 9 sotda inşa olunub. Yekə bir gördüyünüz kimi xartut ağacımız da var. Yəni bura yayda gələsiz, o əyləşəsiz, təmiz havası, dörd bir yanı hasarın içində inşa olunub. Ətraf yaşayış, gözəl villalar var ətrafında, ərazidə. Sakit məhəllədə, panorama birbaşa dənizə. Gördüyünüz kimi heyva ağacları, bunlar armud ağacı ilə calaq olunub. Hörmətli izləyicilər. Şəhərdən, məsəl üçün şəhərdə səs-küylü ərazidə, bura isə qat-qat sakit məhəllə, təmiz havası var bax burada. Bu gözəl evimizin üz görünüşüdür. Ümumi 150 kvadratdan ibarətdir evimiz. Evin birinci, ikinci mərtəbəsi monolit betondur. Beton dedikdə piltələrdir. O vaxtki piltələrdən atılıb. Çəkib göstərəcəm sizlər üçün onu da. Ev inşa olunub 1990-cı ildə. Bizim bu bağlarımız gedir polis akademiya, prokuratura bağlarda bir sözlə. Nordun bağlarının bu tərəfindədir, bərzində. Belə, hörmətli izləyicilərimiz. Yayda yəni bura bağa girsəz, cənnət məkandır həqiqətən. Çox gözəl yerdir, çox gözəl ağacları, meyvə ağacları. Hər bir, bütün meyvə ağacları, nanə, çək otu, hər bir şey bitib də burada. Ev sahibi yaşlı insandır, ağsaqqaldır. Allah böyüklərə ömür versin. Gördüyünüz kimi, baxın, heyva ağacına baxın, heyvaya. Mağazindən almağa ehtiyac yoxdur, and ol Allaha burada. Bütün meyvə ağacları var. Çox gözəl ağaclarımız. Hamısı da bar gətirir. Vaxtımız bir dəqiqə çıxır. Bir balaca çox gedəcək, üzrə hesab edin. İlk öncə mən sizi həyətlə tanış edirəm. Sonra qalxacaq evimizin içinə. Zeytin ağacına kimi var. Bu gözəldəki evimizin üz görünüşüdür. Birinci, ikinci mərtəbə. Monolit beton, piltələr, 60-ın 60-a beton kəmərlər. Belə bir turşularımız var. Bəh, bəh, bəh. Belə bir fürsətdən yararlanır hörmətli izləyicilər. Güllərə baxın, maşallah olsun. Görün, necə də gözəl bağ yaradır. Baxın. Burada da bizim su çənimiz var, zapas su çənimiz, şirin su. Həyətdə də əlavə olaraq xart ağacımız, həyətində də əlavə olaraq sanitar qovşağımız var. Bütün meyvə ağacları var da deyim olar dəyərli izləyicilər. Və qalxaq evin içi ilə, çölü ilə sizi tanış etdim. Evin içi ilə sizi tanış edin. Belə bir həyət beton stəşkadır, darvazası var, gözəl, geniş. Bu evimizin yan üz görünüşüdür, hörmətli izləyicilər. Qazı, suyu, işığı daimidir. Bura bizim evimizin zirzəmisi, padvalı. Padval monolit betondur, piltələrdir gördüyünüz kimi. Və burada da isə 60-ın 60-a beton piltələrdir. Fikir verirsiniz. Yəni bu evə tank top vursa dağılmaz. İnanın səmiyyətim. Bir otaqda burada yerləşir. Padvalında, hündür. Qalxaq evlərin içi ilə tanış edin.
Dənizlə bu bağın eyni məsafə arası bircə dəqiqəlik dəyərli izləyicilər. Birinci mərtəbə, burada bizim letnik xunamız, letnik xunanın qarşısında belə bir holumuz var, zal kimi də istifadə eləmək olar. Yaxın zamanlarda ev sahibi evin ön fasadına, qaban çıxışlarına 10.000 manat xərc çəkib. Gördüyünüz kimi patolog apşıqqa taxtalar var, inşa olunub. Ətraf yaşayışlı gözəl villalar var, evlər var ərazidə. Burada bizim ikinci mərtəbəmiz. İkinci mərtəbənin yataq otaqları, bir burada qonaq otağımız yerləşir. Yataq otağın biri orada yerləşir, biri burada yerləşir. Burada isə hamam sanitar qovşağımız yerləşir. Burada